Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci də yenidən bir yerdə bir də xatırladaq. Xəzər Futbol Liqasının 12-ci sezonun qurban oyunları çərçivəsində məhz günlük qarşılaşması veteranlar Nirvana Türkan arasında başlayır. Fasiləyə Nirvana kollektivi 3-1 hesab ilə yollandı. İkinci sizədə bizi nə gözləyir? Bir geri dönüş comeback mi izləyəcək, yoxsa üstünlük artacaq mı? Nirvana nəmləsi qurulmalıdır. Ağaəhməd Hacıyev. Ağaəhməd. Məhəmməd Ramazanovun təzyiqi vardı, Fəxri Allahverdiyev. Buna bir qədər uğursuz alınmışdı. Ağaəhməd səhvini düzəltdi. Samir Atayev kapitan. Bu arada ikisindən fərqli olaraq biz veteranlar heyətinə vəziyyətini görürük. Telman Əli Muradov meydana daxil olub. Görə bu vəziyyətmənin komandaya faydası olacaqmı? Ağaəhməd bir qədər gözlədi ötürməyə qapı qarşısına. İlya yerindədir. Fəxri Allahverdiyev, Vasif. Bir rəqibdən yayındı. Bir ara ötürməsi istəyi ünvana çatdı. Telman. Mehmet Ramazanov. Mehmet Ramazanov. Ayaq saxladı. Zərbə burada İskamın ulaşına dəydi. Yeni Suraxanı stadionunda Nirvana Türkan 3-1 hesabı ilə öndədir. Bir daha xatırladıram. Nirvana Türkan ödündə veteranlar 3, Nirvana 1. Meydana sol tərəfdə Nirvana Türkan, sağ tərəfdə veteranlar çıxış edir. Veteranlar 3-1 hesabı ilə öndədir. Veteranlar 3, Nirvana Türkan 1. Arada sizin də nə bizi yoxlamaq lazımdır da. Çat ayaqdadır mı? Samir Atayev. Ağaəhməd. Nirvana nəmləsi Elzəvar Hacıyev. İlya. Ağaəhməd qarşıladı. Samir Atayev. İzzata Fazil özünü təklif edir. Mərkəzdə Asif özünü göstərdi. Fazil. Ağaəhməd özü zərbə indirdi, amma səsvə düşmək mümkün olmur. Ağaəhməd. Samir Atayev. Özünü bir qədər çıxmaza saldı. Seymur Səlimov. Elton Nuri mərkəzə doğru Asif Zeynalov. Səlimov uzaqlaşdırdı. Uzaqlaşdırmaq həmləsi bir ötürülməyə çevirə bilər Ramazanov. Kapitan rəqiblə mübarizə apardı. Out veteranlarında Fəxri.
Yeni Suraxanı stadionunda bir daha qeyd edirəm. Veteranlar və Nirvana Türkan kollektivləri üzrə veteranların 3-1 hesablı üstünlüyü var Nirvana önündə. Burada Marif Əkbərzadə meydana daxil olur, amma oyuncusu kimi. Komandanın sabiq golkiperlərindən biridir, amma bu görüşdə Marif oyuncusu kimi mübarizə aparacaq. Ağaməd Hacıyev, eyni zamanda Asəf Zeynalov. İlyam Fəxri Fəxri rəqibdən yayına bilmir. Ara ötürməsi Vanat El Səfər gözlədi Fazil Əliyev. Tamamlama bacarır. İki üç oldu fərqi. Minimum indi. Nirvana 2. Veteranlar 3. Çox sağ olaydın, sən necəsən? İlya yerdə qalıb. Yeni gəllər bizi xoş gördük hər biri. Salam, təxmin olaraq qarşılaşmanın bitməsinə məhz 8 dəqiqə yaxın bir müddət qalıb. Fazil Əliyev fərqi minimuma indirmişdi. Qayda pozuntusu. Orada rəsmi xəbərdarlıq görüşdəki ilk vərəqə Fəxri Allahverdiyev aktivində qol var idi, pasifinə də sarı vərəqə yazılır. Bu arada Nirvana'nın əvəz etməyə də başlayıb. İlton Nuriyevin əvəzinə isə Arzuman Nuriyev meydana daxil olub. Bərpa olunur Samir Atayev. Telman Əli Muradov yüksəliyi qazandı. Marif. Telman Fəxri doğru çevirmək istəyirdi. Arzuman. Samir Atayev burada rəqibini qabaqladı. Out. Marifin ötürməsi keçmədi. Topu yenidən qazanmaq istəyib. Son müdaxilə Samir Atayevdən out. Veteranlarında Asəf Zeynalov. Fazil Səfərə çatdırmaq istəyirdi, amma düşündüyü kimi istədiyi kimi alamadı. İlyam Vasif topu Seymur üçün buraxdı. Səlimov. Asəfin müdaxiləsi var idi. Yan xətdən top oyuna daxil edilməlidir. Geri ötürmə İlyam Maksimov. Telman özünü göstərdi. Qapıcıdan aldığı cəmlələr izləyirik. Fazil. Daban ötürməsi. Son müdaxilə Vasif. Zinad Əşli Fəxri Allahverdiyev ara girdi. Fəxri ön alma bacardı mı? Allahverdiyev. Fəxri Allahverdiyev. Əzimkarlıq göstərdi. Bitirmən oxudu ara girdi. Özü qazandı və aktivinə də qol yazdırma bacarır. Fərq yenidən 2'ye yüksəlir. 4-2. Veteranlar 4. Nirvana Türkan 2. Son 15 dəqiqə qarşılaşmada. Fazil. Korner, köşdən zərbə. Ekran bəyənənlər, sağ olun, var olun, minnətdaram. El Səfər. Yerlə zərbə, Vasif qapısını sığortaladı Səlimov.
Arzuman Nuriyev. Bunu boş yedi bir qədər əllədi Arzuman. Asif. Ağəhməd Hacıyev. İçinə doğru Arzuman Nuriyev. Telman Əlimuradov rəqibini qabaqladı out. Veteranlarındır. Fazil. Arzuman Nuriyev. Bir qədər ayaq saxladı. Cina dəyişili Elton Nuriyev. Asif. Arzuman oynadı. Telman Əlimuradov onunla mübarizə barədə Telman top meydanına çıxarır. Yaxatı top oyuna daxil edilməlidir. İrfandan da qapı qarşısına oturmaq Səlimov. Elton Nuriyev. Ağəhməd özünü təklif edir. Mərkəzə doğru ötürməyə Asif Zeynalov. Asif. Səlimov burada yaxşı düşünmüşdü amma Asifət çatma top Ağəhməd Hacıyev. Artıq ikinci səni yarılamışıq. Fazil. İlya diagonala doğru ötürmə. Elton Nuriyev rəqibini qabaqlaması da Asif onunla mübarizə var. Asif. Qalmazsa şəhən qaydanı pozub. Ağəhməd Hacıyev. İrvana Türkan əmləsi. Qaçın ifasında başlayır ötürmək. Komanda yoldaşını Elton Nuriyev. Tanrılar tam eyitle meydana özlərində olan hissəsində müdafiə olunurdu. Cina doğru ötürmə. Ya bir qədər ayaq saxladı. Bir daha xatırladaq, yeni Suraxanı stadionunda veteranlar 4-2 hesablı öndədir. Nirvana Türkan önündə. Bu arada bir dəqiqəli taymat seyib. Taymatı götürən tərəf veteranlar komandasıdır. Ekran beğenenler sağ olun, var olun. Fasilədə suallarınız varsa yazın, mən də cavablandırım, oynayacağım. Bitəcək təxmini olaraq 10 dəqiqə yaxın bir müddət qalıb. Dördüncü sezon artıq sabah püşk atmasıdır. Dedim ki, ya bu həftə ya da gələn həftə başlayacaq artıq. Bu arada time-out da bitti, oyun qaldığı yerdən davam edir. Fazil Əliyev. Daha bir vəziyyətmə var Nirvana heyətində. Rızayev İbrahim'i biz meydanda görürük. 4 nömrəli formayla çıxış edir.
Ağaəhməd. Fazil. Direkt aldatdı Fazil eləyib bir qədər yercinat çəkilmişdi. Orada İlton Nuriyevlə Arif arasında mübarizə. Referi əllə onu işarə edir. Arifin əlinə dəymişdi. Standart vəziyyət. İlya 2 nəfərdən ibarət canlı səhəti qurdu. İşarə gəldi. Səfər. Qapıya doğru canlı səhətdən geri qayıdır. Fazil təkrar əmlə. İlya. Ağaəhməd. Rızayev İbrahim. Yeniden qapısını oynadı. Ağaəhməd. Hacıyev zərbə mendirəcək. Ağaəhməd. Bir dəqiq zərbə İlya. Başla. Zərbə istəyi var idi orada. Marif Ekberzadə idi bu. Malum Adil İsmailov təşəkkür. Rızayev ötürməsi İlton Nuriyev idi. Vasifovun qarşısını kəssə out Nirvanandı. Korner. Küşdən zərbə Nirvana adına. Ağaəhməd Hacıyev. Arzuman Fazil. Səlimov rəqibini təqib edir. Səlimov qaydanı pozub. Samir Atayev sarı vərəqə gördü. Yəni texniki zonasına qayıtmasını istədi. İlya yüksəldi. Səvər qapı arxasında uzaq üçüncüdə gözlüyürdü. Zərbə indirmə imkan vermir İlya Maksimov. Fazil Əliyev. Seymur Səlimov. Yerdə qalır da zaman qaydanı pozub. Fəxri başla zərbə. Toplardan yan keçirsəsiyə düşmək mümkün olmadı Ağaəhməd. Fazil Əliyev. İlcinata Səvər özünü təklif edir. Əksət ki, burada meydan rəqabətinin vasitəsində Səvərdən sabah daha 3 komandalaşı vardı. Onlardan birini tapdı Arzuman Nuriyevdir. Arzuman! İlya top əlindən buraxdı. Təkrar əmlə. İlton Nuriyev tamamlaya bilmir. Qapıdan zərbə. Uzaqlaşdırmaq həmləsi idi. Səlimcə ötürmək xarakter daşımırdı. Səvər. Rızayev İbrahim. Veteranları müdafiədən çıxarmaq istəmir məhz Nirvana kollektivi. Hesab arasındakı fərq 2-yə bərabərdir. Təxmini olaraq görüşün bitməsinə 5 dəqiqə yaxın bir müddət qalıb. Məhməd Ramazanov yaxşı yayında rəqibinə zərbəsi Fazilə dəymişdir. Miri Şərif Hüseynov.
Fazillə meydanda görürük. Məhz onun ifasında izlədik bu əmləni. Gel, daj bak 5 dakika. 5 daha var. Səfər, Fazil Əliyev, Elton Nuriyev. Səfər, Fazil. Orada fallarını sayı 5 olacaq, bir fal kapiometrli bir başa zərbə olmalıdır. Diqqətli daha ehtiyatlı olmalıdırlar Məhəmməd Ramazanov. Səfər, zərbə alınmadı. Samir Atayev. Qarşı kəsili Fəxri Allahverdiyev uzaqlaşdırdı. Fazil. Son müdaxilə Vasifdən. Yaxında top oyuna daxil edilməlidir. Mərkəzə doğru ötürməli Səfər. Elton Nuriyev. Ağayəmət Hacıyev. Səfərin zərbəsi İlya. Elton Nuriyev. 2-8 nömrə üzrəydi. Mirşarif Hüseynov gövdəsiylə buradan rəqibinin qarşısını kəsir, onu elə eləməyə imkan vermədi. Səfər top ələ keçirir Nirvan oyuncuları. Fazil Əliyev. Yerlə zərbə. İlya yerindədir. Maksimov. Vasif ayaq saxladı. Samirlə mübarizə apardı. Səlimov. Fəxri. Öz komandaşı zərbəsinin qarşısını kəsir. Refer davam dedi Məhəmməd Ramazanov. Həkim üstünə buraxdı Fəxri Allahverdiyev. Fəxri! Mirşərif. Qapıdan zərbə. Fazil. Fazil Əliyev bir rəqimdən yayındıdan sonra edilmiş qarşılıqlı top ikisi izlədi. Arzuman, Samir Atayev. Veteranlar kollektivi bir qədər qapanıb. Səfər İlya Maksimov. İki gözəl hərəkət izlədi Səfər. 2 rəqimli yola saldı sol ayaqla zərbə. 9-lığa gedən top İlya Maksimovdan möhtəşəm bir planjon izlədik. Qarşılaşmada artıq son dəqiqə oynanırlar. Fazil. Arzuman. Fazil Əliyev. Fazil. 2 nəfərin atəsindən topu çıxardı. Fazil əllə də topladı ötürmə. Mirşərifdən top meydanı tərk etdi. Fazilin zərbəsi. Vasif zərbənin qarşısını kəsmişdi. Korner olmalıdır Bəlbəlim. Hətta görüşdə son əmlədir. Son cəhdi. Veteranlar artıq qələbəyə yaxındır. Mirşərif Ceyvanov rəqibindən yayında Ağayəmət Hacıyev. Kamuflaşını sığortaladı Ağayəmət. Fazil. Yaxda mənində saxlamaq mümkün olmadı. Bu görüşün son əmləsi, son cəhdi oldu. Veteranlar 4-2 hesab ilə Nirvana Türkanı məğlub etməyə bacarır. Veteranlar 4, Nirvana 2. Hər iki komanda növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.